Hazreti Peygamber Aleyhisselam'ın buyurduğu o mübarek hadisi dikkatinize çatdırıram ixtisarla. Hazret buyurur ki, dünyada Allah'ın vədə verdiği gün gələndə hem təbiətdə, hem de insanlarda dəyişikliklər olacaq. İbn Abbas deyir, biz Peygamberle birlikte həcc-i vidada idik. Hazreti Peygamber Aleyhisselam bizlere üzün tutup Kəbə evinin halqasından yapıştı ve müraciət elədi. Sizlere kıyametin əməllərindən agah edinmi, xəbər verinmi? Salman Peygamber Aleyhisselam'a buyurdu, ya Resulallah, buyurun bize haber verin. Hazreti Peygamber Aleyhisselam buyurdu ki, zaman gelecek ki namaz zayi olacak. Şəhvətlərə tabi olmaq, həvəsbazlığa meyil, varlıların əzizləmək və dini dünyaya satmaq qiyamətin əlamətlərindəndir. Məhz bu zaman müminin qəlbi gördüyü bir belə çirkinlikdən və onu dəyişməyə qadir olmadığını görməsindən için əriyər. Necə ki, duz suda əriyən kimi. Salman buyurdu, ya Resulallah, həqiqət məcə belə olacaqmı? İnsanlar namaza zay eləyəcəklər, haramlara meyl eləyəcəklər. Ya buyurdu, ey Salman, and olsun Allaha, həmin dövrdə zalim rəhbərlər, fasik vəzirlər, zülümkar məmur və xain nümayəndələr xalqa hakim olacaqlar. Salman dedi, ya Resulallah, həqiqətən bu belə olacaqdırmı? Hazreti Peygamber Aleyhisselam buyurdu, ya Salman, o dövrdə çirkinliklər gözəl, gözəlliklər isə çirkin sayılacaqdır. Ey Salman, əmanətlər xəyanətkarlara tapşırılacaq və etibar olunmuş şəxslər xəyanət edəcəklər. Yalancının təsdiq edəcəklər, doğru danışanı isə tənqid edəcəklər və inkar edəcəklər. Ya Resulallah, həqiqətən bu dərəcəyə gələcəkdir məgər insanlar? Ey Salman, and olsun Allaha, o gün hakimiyyət qadınların əlində olacaq. İnsanlar öz qulları ilə məsləhətləşəcəklər. Uşaqlar minbərlərdə oturacaqlar. Yalan, zəiflik, zəkat, ziyan, beytulmal isə qənimət sayılacaqdır. İnsanlar öz ata-analarına pislik edəcək, dostlarına yaxşılıq edəcəklər. O zaman quyruqlu ulduz səmada görünəcəkdir. Yəni Hazreti Peygamber Sallam and içir və buyurur, o gün qadın öz əri ilə ticarətdə şərik olacaq və hər ikisi evdən kənarda var dövlət toplamaq üçün bütün səylərini göstərəcəklər. Yağış az olacaq, səxavətli insanlar xəsis, yoxsullar isə fəqir sayılacaqlar. O gün bazarlar bir-birinə yaxın olacaq. Biri deyəcək, mən heç nə sata bilmədim, o birisi isə deyəcək ki, bugün heç bir xeyrim olmadı. Hamı şikayətlənəcək və Allahı bu işlərdə məzəmmət edəcəklər. Ya Resulallah, məgər bu olacaq? Ey Salman, and olsun Allaha, o zaman elə insanlar hakimiyyəti ələ alacaqlar ki, əgər cəmaatdan kimsə danışsa, onu öldürəcəklər. Əgər kimsə sakit qalsa, onların bütün varlıqlarını mübah hesab edəcəklər. Onların var dövlətlərini qarət edib, hörmətlərini sındıracaqlar və onların qanlarını tökəcəklər. Belə hakimlər qəlbləri ədavət və vahimə ilə dolduracaqdır. O dövrdə bütün insanlar qorxaq, çəkingən və dəhşətə gəlmiş halda görərsən. Ya Resulallah, belə yəni həqiqət bu cürədirmi? Yəni belə olacaqmı? And olsun Allaha, ey Salman, o gün bir şey şərqdən başqa bir şey isə qəribdən gətirirlər. Yəni bir sıra qanunlar şərqdən və bir sıra qanunlar isə qəribdən gətirirlər. Mənim ümmətim rəngarəng olacaq. O gün o zalimlərin əlindən vay olsun ümmətimin zəiflərinə və vay olsun onlara ilahi əzabdan. Onlar nə kiçiklərə rəhm edəcək, nə də böyüklərə hörmət qoyacaq, nə də günahkarları bağışlayacaqlar. Onların bədənləri insan kimidir, ancaq qəlbləri şeytan kimidir. Ya Resulallah, yəni bu günlər olacaq. Bəli, ey Salman, bilginən ki, o gün kişilər kişilərlə, qadınlar isə qadınlarla kifayətlənəcəklər. Oğlanlara görə rəqabət qalxacaq. Necə ki, qızlar üçün rəqabət
aparırlar. O gün kişilər özlərini qadınlara, qadınlar isə kişilərə bənzədəcəklər. Qadınlar yəhərlərə minəcəklər. Yəni özlərini göstərəcəklər. Allahın lənəti olsun onlara. Ya Rasulallah, yəni bu həqiqətən belə olacaqdır. Ey Salman, Allaha and olsun, bəli olacaq. O varlığa ki, mənim canım o Allahın əlindədir, Salman olacaq. O gün məscidləri bəzəyəcəklər. Necə ki, Yahudi və Məsihi ibadətgahları bəzənir. Ey Salman, o gün Quranlara zinət vuracaqlar. Lakin onun məzmununa əməl etməyəcəklər. Məscidlərin minarələri hündür, namaz qılanların sırası çox olacaq. Amma qəlblər bir-birinə düşmən, dillər müxtəlif olacaqdır. Ya Rasulallah, məgər elə bir şey olacaqmı ki, bir cərgədə namaz qılsınlar, sonra qəlbləri bir-birinə düz gəlməsin və bir-birinin ardınca danışsınlar? Bəli, Allaha and olsun, ey Salman, olacaq. Ey Salman, o gün mənim ümmətimin oğlanlarını qızıl ilə bəzəyərlər. Onlar ipək parçalardan libas geyinər və pələng dərisindən özlərinə geyim hazırlayarlar. Ya Rasulallah, yəni elə bir gün gələcəkmi? And olsun Allaha, ya Salman, gələcək. Və ey Salman, o gün zina aşkar olacaq. Ticarətlər, qeybət və rüşvətə reallaşacaq. Dini boşlayıb dünyanı tutacaqlar. Ya Rasulallah, həqiqətən belə olacaqmı? Ey Salman, canım o Allahın əlindədir ki, and olsun ona. O gün talaq çoxalacaq, yəni boşanma çoxalacaq və Allahın heç bir cəzası icra olunmayacaq. Lakin bununla belə onlar Allaha deyil, yalnız özlərinə ziyan vura biləcəklər. Ya Rasulallah, bu həqiqətən olacaqmı? Bəli, ey Salman, o gün xanəndə qadınlar, qənnilər, əyləncə və musiqi alətləri aşkar olacaq. Ümmətin ən pis şəxsləri belə şeylərin ardınca gedəcəklər. Ya Rasulallah, bu həqiqətdirmi? Ya Salman, and olsun Allaha, o gün ümmətin varlıları əyləncə məqsədi ilə həccə gedəcəklər. Orta təbəqənin nümayəndələri ticarət üçün həccə gedəcəklər. Yoxsullar isə riyakarlıqdan ötürü həccə gedəcəklər. O gün elə xalqlar tapılacaq ki, Qur'anı Allahdan qeyrisi üçün öyrənəcəklər və Qur'anla əyləncə aləti kimi rəftar edəcəklər. Elə xalqlar iş başına gələcək ki, Allahdan qeyrisi üçün din elmini öyrənəcəklər. Qeyri-qanuni uşaqlar çoxalacaq, yəni zinadan gələn uşaqlar çoxalacaq. Qur'anı qina formasında oxuyacaqlar və dünya uğrunda bir-biri ilə yarışacaqlar. Ya Rasulallah, bu həqiqətən olacaqmı? Bəli, ey Salman, bir zamanda olacaq ki, hörmət pərdələri yırtılacaq, günah çoxalacaq, pislər yaxşılara hakim kəsiləcək, yalan artacaq, inatkarlıq üzə çıxacaq, yoxsulluq çoxalacaq, insanlar müxtəlif geyimlərlə fəxr edəcəklər, özlərinin mənzilləri ilə, var dövlətləri ilə fəxr edəcəklər, yersiz yağışlar yağacaq, qumar və musiqi alətlərinə maraq artacaq, əmr bi məruf və nəhyəz münkər pis baxılacaq. Yəni hər kəs yaxşı işə insanları dəvət eləsə, əxlaqa dəvət etsə, insanlar ona geri qalmış kimi baxacaqlar və nəhyəz münkər edənə də pis baxacaq. Yəni pis işdən birini qaytarsan, sənə pis baxacaqlar, deyəcəklər ki, sənin nə evə lazımdır, nə işvə qalıb, qoy bildiyini eləsin, sən ged öz çörəyi qazan, öz yaşayışı yaşaginan. Belə ki, mömin o dövrdə hamıdan artıq xar olacaq. Quran qariləri və ibadət edənlər davamlı şəkildə bir-birini təhqir edəcəklər. Belə insanları göylər, mələklər aləmində çirkin və bulaşıq şəxslər kimi adlandıracaqlar. Ya Rasulallah, bu həqiqətən olacaqmı? Bəli, ya Salman, bu günlər həqiqətən olacaqdır. Ya Salman, o gün varlı yoxsula rəhm etməyəcək. Belə ki, əgər cəmaat arasında bir yoxsul qalxıb öz ehtiyacını bildirsə, heç kəs onun ovucuna bir şey qoymayacaqdır. Ya Rasulallah, yəni həmin günlər baş verəcək. Bəli, ey Salman, and olsun Allaha ki, o gün Ruvay bizə danışacaq. Ya Rasulallah, Ruvay bizə nədir? Kimdir o? Ya Salman, Ruvay bizə heç vaxt danışmayan bir şəxsin insanların işləri barəsində danışmasıdır. Yəni fikrini bildirməyə heç vaxt fürsət tapmayan şəxs öz fikrini bildirə bilməsidir. Belə bir dövrdə çox keçməz ki, yerdən bir fəryad qopar. Bu fəryad elə olar ki, hamı bu fəryadı məhz onların diyarında
həyatlarında öz vətənində qopduğunu düşünərlər. Elə bilirlər ki, ancaq bu şəhərdədir, ancaq bizim vilayətdə bu baş veribdir. Amma bu Allahın bir vədəsidir ki, bütün dünya onu eşidəcəkdir. Sonra Allah istədiyi vaxta qədər heç kəs bu vəziyyətdə qalar. Hər kəs bu vəziyyətdə qalar. Məhz bu müddət ərzində də yer yarılar və yerin öz qəlbinin parçalarının içərisində olanları çıxardar üzə. Həzrət Peyğəmbər sələm buyurur ki, məqsədim budur ki, yer üzərində olan bütün qızıl gümüşdür. Sonra mübarək əli ilə məscidin sütunlarına işarə edib buyurdu ki, bunlar kimi o gün artıq qızıl gümüş fayda verməz və ilahi əmir reallaşar. Allah buyurduğu fəqad əşratuha dediyim o ayə ki, əvvəldən sizlər oxumuşdum. Həmin ayəni Həzrət Peyğəmbər sələm buyurur ki, fəqad əşratuha kəlamının mənası məhz budur ki, Allah öz əlamətlərin vədəsin əməl eləyər, üzə çıxardar.